Bakının Səbail rayonu Bayıl qəsəbəsi 20-ci sahə Yaşar Bədəlov küçəsi 90 ünvanında qanunsuz tikinti işləri aparılır. Bir xəbər media xəbər verir ki, bu barədə məlumat Tribuna Info az saytında yer alıb. Məlumatı verən sakinlər bildiriblər ki, qanunsuz və tikinti normalarına zidd aparılan işlər sürətlə davam etdirilir. Ətrafda yaşayan sakinlərin sözlərinə görə tikinti icra hakimiyyəti ilə razılaşdırılıb və icradan təcili tikin tapşırığı verilib. Lakin sakinlər bildirirlər ki, aparılan işlər qanunsuz tikinti xarakteri daşıyır. Yeni tikili mövcud yaşayış evlərinə çox yaxın məsafədə inşa edilir ki, bu da tikinti normalarının və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması deməkdir. Hadisə yerindən çəkilən fotolardan da görünür ki, həyət evlərinin arasında yeni tikinti üçün qazıntı işləri aparılır. Hörgü materialları və sement çuvalları əraziyə yığılır. Tikinti işlərinin kimə məxsus olduğu, müvafiq icazənin olub-olmaması hələlik məlum deyil. Tikintinin aparıldığı əraziyə yaxın yerdə yaşayan sakinlərin sözlərinə görə, əraziyə Səbail rayon təsərrüfatı şöbəsinin müdiri Rəhmani Fərəməz və rayon icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Güləhmədov da gəlib. Onların gəlişindən sonra aparılan işlər daha da sürətlənib və hasar yarıya qədər tikilib. Sakinlər də belə hesab edirlər ki, bu qədər irəliləmiş tikilinin qarşısını hələ də alınmayıbsa, bundan sonra ümumiyyətlə tədbir görülməz. Məsələ ilə bağlı Şəhər Salma və Arxitektura Komitəsindən Tribuna Info-nun sorğusuna cavab olaraq bildirilib ki, sözgedən tikinti tam qanunsuzdur. Komitə rəsmisi əlavə edib ki, qanunsuz aparılan tikinti ilə bağlı komitə tərəfindən lazımi addım atılacaq. Səbail rayon icra hakimiyyətinin mövqeyi olarsa işıqlandırmağa hazırıq.